Kursk vilayət məhkəməsi qanuni oğru Viktor Panushinin cinayət işini məhkəmə tərəfindən aşkar edilən prosessual pozuntular səbəbindən prokurorluğa geri göndərdi. Lentaz xəbər verir ki, o kriminal aləmdə daha çox Pan ləqəbi ilə tanınır. Məhkəmə ilkin istintaq mərhələsində yol verilmiş prosessual pozuntulara görə belə bir qərar qəbul etdi. Bu barədə regionun Birləşmiş Məhkəmə Mətbuat Xidməti məlumat yayıb. İş üzrə əsas təqsirləndirilən Viktor Panushinə qarşı cinayət iyerarxiyasında yüksək mövqe tutma, banditizm, qanunsuz qumar oyunları təşkil etmə, qəsdən adam öldürməyə cəhd və qətl ittihamları irəli sürülüb. Onunla birlikdə Mirza Bolkvadze, Andrey Volobuyev, Andrey Obezyayev və Yuri Tkaçev də ittiham olunur. Onların hər birinə iştiraklarına uyğun olaraq eyni cinayətlər, lakin qanunsuz qumar oyunları təşkil etmə və cinayət iyerarxiyasında yüksək mövqe tutma ittihamları istisna olmaqla ittihamlar irəli sürülüb. Kursk İstintaq Komitəsi İdarəsi 2020-ci ildə Viktor Panushin və onun cinayət ortaqları ilə bağlı istintaqın başa çatdığını bildirmişdi. İstintaqın versiyasına görə cinayətkar qrup qanunsuz qumar fəaliyyətini nəzarətdə saxlayır. Daşınmaz əmlakla bağlı dələduzluq, adam oğurluğu və döymə cinayətləri törədirdi. Cinayət işinin açılmasından sonra Kursk, Orlov və Belqorod vilayətlərində cinayət aləmində nüfuza malik olan avtoritet bir neçə il Ukrayna ərazisində gizlənmiş, lakin 2023-cü ilin sonunda Rusiyaya ekstradisiya edilmişdi.